Özümü proqramçı olaraq inkişaf etdirən bölüm 1. Hər zaman maraqlı gəldi ki, Play Store-dan yüklədiyimiz oyunlar necə yaradılır? Videoda sizə yaratdığım quiz veb-saytından necə istifadə edə bilərik, onu göstərəcəm. Açıqlamada qeyd edəcəyim linkə daxil oluruq, qeydiyyat edirik, e-mailimizi təsdiqləyirik və ana səhifəyə daxil oluruq. Ana səhifədə kateqoriyalardan bəyəndiyimiz quizə daxil olub yarışmada iştirak edirik. Fərqli quizlərdə sualları cavablandırdıqdan sonra nəticələrimizi yekunda görə bilərik. Və liderlər lövhəsindən ümumilikdə ilk 3 ən çox hallara olan istifadəçiləri görə bilərik. Burada isə idarəetmə panelimizə daxil olaraq öz yığdığımız halları və növbəti mərhələlər üçün nələr etməliyik onları görə bilərik. Və beləliklə sizlərə yaratmış olduğum ilk veb-saytımı təqdim etdim. Ümid edirəm ki, bəyəndiniz. Əgər xoşunuza gəlməyən bir hissəsi oldusa, fikirlərinizi mənimlə rəylərdə bölüşə bilərsiniz. Və birlikdə bunu necə daha yaxşı inkişaf etdirə bilərik, təbii ki, bunu da yaza bilərsiniz. Və son olaraq videonu bəyənib, paylaşmağı və seyv edərək rəy bildirməyi unutmayın. Sağ olun.